qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. Biz kitabı sənə bir həqiqət kimi nazil etmişik. Sən də dinin yalnız Allaha məxsus olduğuna iman gətirərək, ona ibadət et. Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar, biz onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.